Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Hər vaxtınız xeyirli olsun. Dəyərli mömin bacı və qardaşlar, hər birinizi salamlayıram. Bugün sizlərə namazda qunutu nə şəkildə yerinə yetirmək lazım olduğunu göstərmək istəyirəm. Bizim istər vacib namaz olsun, istər müstəhəbbi namaz olsun, ikinci rükətdə rukuya getməzdən əvvəl qunut tutmaq müstəhəbbidir, vacib deyil. Bəziləri elə güman edirlər, elə bilirlər ki, qunut tutmaq namazda vacibdir və qunut yerinə yetirməsəz namaz batıl olacaq. Xeyr, bu şəkildə deyil. Qunut fərq eləməz, istər vacib namazda olsun, istər müstəhəbbi namaz olsun, qunutu yerinə yetirmək namazda müstəhəbbidir. Hətta insan bilərəkdən də belə, hətta vacib namazda belə bilərəkdən qunutu tərk eləsə namaza heç bir zərər gəlməyəcəkdir. Namaz düz sayılacaq. Amma bunu nəzərinizə çatdırım ki, namazda Fatihə surəsindən sonra ayrı bir surə oxuduqdan sonra və rukuya getməzdən əvvəl qunut tutmaq müstəhəbbidir. Qunutda da müstəhəbbidir ki, insan bütün barmaqlarını baş barmaqları istisna olmaqla müstəhəbbidir ki, birləşdirsin və üzünün müqabilində, üzünün qarşısında açıq şəkildə və əllərin içi yuxarı olmaq şərti ilə əllərin içinə baxmaq müstəhəbbidir. Yəni bu şəkildə qunut tutmaq müstəhəbbidir və bu şəkildə əlləri açdıqdan sonra qunutun istənilən qunutda istənilən zikir demək olar. Hətta bir salavat belə, yəni Allahümme salli ala Muhammedin və ali Muhammed də desəz belə kifayət edəcəkdir. Vəssalamu aleykum və rəhmətullah.